Salam əziz abituriyentlər və hörmətli müəllimlər. Bu günlərim həm abituriyentlərə, həm də MİQ və sertifikasiya imtahanında müəllimlərə düşəcək olan dərzi şagirdi Əhməd nağılının sizlər üçün izahını verməyə çalışacağam. Burada bəzi vacib məqamları qeyd eləyəcəyik. Deməli, dərzi şagirdi Əhməd nağılı Pişirovla başlayır. Bəli, orada deyir hamam içində, xəlbir saman içində, Pişirov hissə ilə başlayır. Eyni zamanda biz bu nağıldan başqa İlyasın nağılının da Pişirovla başladığını görürük. Əsərdə Şah Abbas obrazı var. Bəli, buradakı Şah Abbas obrazı ziddiyyətli obrazdır. Çünki nəyə görə ziddiyyətlidir? Belə deyək də, həm Əhmədin köməyindən istifadə eləyir, həm də Əhmədi döydürür, Əhmədi zindana salır. Başqa ədəbiyyatımızda hansı ziddiyyətli obrazlar var? Bax, bunları rəy bölməsinə qeyd eləyə bilərsiniz. Bundan əlavə, Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib povestində də Şah Abbas obrazını görürük. Oradakı Şah Abbas obrazı isə öz əzazirliyi ilə seçilən bir obrazdır. Səyahətə çıxmaq təklifini ilk olaraq Şah Abbas vəzir Allahverdi xana deyir. Deyir ki, gəl bir səyahətə çıxaq, görək cəmaət nə edir, nə işlə məşğuldur və onların hərəsi əlinə bir kəşkül alıb ya Əli səndən mədət deyib yola çıxırlar. Əlinin adı çəkilən əsərlər, deməli, biz görürük ki, Əlinin adı bu əsərlərdə çəkilir. Bundan əlavə, Əlinin adı çəkilir Salur Qazanın evinin yağmalandığı boyda, deyir Əlinin düldülünün yəhəri ağac, bir də Qaytar mənim qüdrətimi Azərbaycan şeirində Əlinin adı çəkilir. Hadisələr İsfahan şəhərində baş verir. Yəni, hadisələrin məlum olduğu, baş verdiyi şəhəri biz məlum olaraq görə bilirik. Və bundan əlavə Qanlı Daş əfsanəsində də hadisələrin baş verdiyi şəhər bizə məlum olur. Orada Şamaxı şəhərinin adı çəkilir, Şirvanın adı çəkilir. Şah Abbasla deməli, vəziri meydan qurub oxuyurlar və burada əsərdə göstərilir ki, Şah Abbasın avazı gözəl idi. Dərzi öz şagirdini göndərir ki, heç kəsə dil verməsinlər, məclis bitəndən sonra mənə qonaqdılar. Dərvişlər dərzinin yanına axşam vaxtı gəlirlər. Və burada Əhmədin yuxu görürdü və başqa ədəbiyyatımızda yuxu görən obrazlar hansılardır? Deməli, Salur Qazanın evinin yağmalandığı boyda Qazan xan, Qaraca çoban, Koroğlu dastanında Həmzənin qıratı qaçırdığı qolda Koroğlu yuxu görür. Ana faciəsində Səlma ana yuxu görür. Vaqif dramında, Səməd Vurğunun Vaqif dramında İbrahim xan yuxu görür. Hətta o yuxunu şeyxə yozdurur. Məsələn, biz bunu Qazan xanlarda ortaq götürə bilərik. İbrahim xan yuxusunu şeyxə yozdurur, amma Qazan xan yuxusunu öz qardaşı Qaragünəyə yozdurur. Qaytar məni qüdrətini, daha doğrusu Qaytar ana borcunu şeirində də orada biz ana deyir ki, ana yuxularında tez-tez Bakıya getdi. Bax, bunu götürə bilərik. Həmçinin Şah İsmayıl Xətainin Dəhnamə poemasında aşiq yuxuda yuxu görür və Leyli Məcnun poemasında Zeyd obrazının yuxuda Leyli və Məcnunu yuxuda gördüyünü biz görə bilirik. Əhmədin heyfslənməsi var nağılda. Əhmədin heyfslənməsinin səbəbi onun yuxudan ayılması idi. Və biz o digər yuxu görən obrazları saydıq, hansı ki, Əhmədin bunlardan fərqi buydu ki, bir dənə Koroğlu orada yuxunu səhv etmirəmsə deyir Koroğlu dastanında. Əhməd isə digər obrazlardan fərqli olaraq Əhməd yuxusunu heç kimə danışmır. Yəni, heç kimlə bölüşmür. Nə qədər orada eləsələr də Əhməd yuxunu heç kimə demir. Şah Abbasla da vəzir Allahverdi xan çıxır, gəlir. Və Şah Abbas gəlib taxtından çıxan kimi əmr edir ki, Əhmədi mənim hüzuruma gətirin. 2 fərraş göndərib, deməli, Əhməd özünü dərzi dükanına getirir 2 fərraş. Onlar gedirlər Əhmədin dalınca. Həmçinin biz fərraş, belə deyək də, obrazlarına, düzü burada onlar adları olmasa da, nəsə bir nitqi olmasa da, fərraş olaraq Aldanmış Kəvakib povestində də fərraş obrazı var. Və ilk olaraq Əhmədə müraciət eləyən Şah Abbas olur. Şah Abbas Əhmədi dilə tutur, sonda isə qəzəblənir. Əhməd yəni boynuna almır da, deyir ki, mən heç kimə deməyəcəm yuxumu. Şah Abbas nəhayət qəzəblənir və əmr edir ki, cəllad Əhmədin boynunu vursun.
Və buna da vəzir Allahverdi xan Əhmədin boynunun vurulmasına mane olur və deyir ki, biz Əhmədin boynunu vurdursaq o yuxunu bilə bilməyəcəyik. Başqa obrazın ölməsinə mane olan deməli başqa əsərlərdə obrazlar var idi. Hansılar idi? Aldanmış Kəvakib povestində biz görürük ki, Sərdar Zaman xan orada da Şah Abbas əmr eləyəndə ki, Münəccim başının boynu vurulsun. Sərdar Zaman xan deməli Münəccim başının boynunun vurulmasını qoymur, onun canını qurtarır da belə deyək. İlyas nağılında da artıq orada padşah İlyası asdıranda atlı gəlir, yəni mane olur ki, ona görə İlyas ölməsin. Bax bu obrazları deyə bilərik. Və Allahverdi xan məsləhət edir ki, burada Əhmədi döydürüb zindana salaq. Belə deyək, bundan sonra artıq ikinci dəfə Əhməd yuxunu yenə soruşub deməyəndə Şah Abbas əmr edir ki, bir dəstə çubuq, bir şallaqla Əhmədi döydürürlər. Və Şah Abbas zindanbana əmr edir ki, Əhmədi mənim xüsusi zindanıma sal. Və Şah Abbasın bu zindanı Pəri Sultanın evinə bitişi idi. Pəri Sultana əhvalatı onun öz qaravaşı bildirir. Və biz burada Pəri Sultanla deməli Dünya xanımı ortaq götürə bilərik. Niyə? Hər ikisinin qaravaşı var. Hər ikisi yüksək nümayəndə belə deyək də bir yüksək nümayəndədə olan birinin qızı idi. Hər ikisi Qaravaşdan xəbər alır. Bax bunları deyə bilərik. Və burada Qaravaş Əhmədi Yusifə bənzədir. Deyir, elə bir ki 18-19 yaşındadır. Pəri Sultan da Şah Abbasın tək övladı idi. Ağıllı, kamallı bir qız idi. Biz burada Qanlı Daş əfsanəsində Sona obrazını Pəri Sultanla ağıllı, kamallı, gözəl olmalarına görə eyniləşdirə bilərik. Orada da Sona obrazı haqqında bu məlumatlar verilmişdir. Əhmədi ikinci dəfə Yusifə bənzədənsə Pəri Sultan olur. Deməli, birinci dəfə Qaravaş Əhmədi Yusifə bənzədəndə orada qeyd olunur ki, Pəri Sultan görməzə, bilməzə deməli, artıq Qaravaşın danışmasından Əhmədə aşiq olur. Bəs Yusifin adı çəkilən başqa əsərlərimiz var idi. Hansı əsərləri idi bunlar? Deməli, ana faciəsi idi. Səlma ana Qanpoladı Yusifə bənzədir. Heydər Babaya salam paymasında da Heydər Babaya müraciətlə deyir, orada Yusifi uşaq ikən itirdim. Artıq Pəri Sultan Əhmədi görəndə az qalır ki, ürəyi gedə. Pəri Sultan Əhməd haqqında öyrənmək istəyəndə Qaravaş zindanbanı çağırır. Zindanban Pəri Sultana təklif eləyir, deyir ki, istəyirsinizsə qapını açım, özünüz danışdırın, ya mən öyrənim sizə deyim. Pəri Sultan isə əhvalatı özü bilmək istəyir. Əhməd qapının səsinə çevrilir, qapı açılanda qızları görəndə o da bir qəribə olur, görür ki, bir cüt nazənin sənəm gəlir, onları 14 gecəli aya bənzədir. Və əslində Əhmədin də belə desək xoşu gəlir də burada Pəri Sultandan. Pəri Sultan Əhməddən birinci adını soruşur. Daha sonra isə onun nə üçün bura saldıqlarını soruşur. Əhməd adını, dərzi şagirdi olduğunu, digər əhvalatı da olduğu kimi nəql eləyir. Və Pəri Sultan orada deyir ki, ay Əhməd, artıq bu yuxunu açdı, canın qurtarsın da. Əhməd ölsə də yuxusunu açmayacağını deyir. Nəticədə Pəri Sultan Əhmədin bu kişiliyinə heyran olur, ona afərin deyir. Və zindanban ikinci dəfə Pəri Sultana təklif eləyir. Deyir ki, zindanın dibindən sarayın otaqlarından birinə qapı açaq və Əhmədi çıxaraq. Və Pəri Sultanla Qaravaş buna razı olur. Deməli, zindanban qapını 2 saata açır. Əhmədi otağa Pəri Sultanla Qaravaş aparır. Bədəninə məlhəm qoyurlar, onun yaralarını sarırlar. Və artıq Pəri Sultan Əhmədi otağına aparandan sonra öz kimliyini ona açıqlayır və deyir ki, mən Şah Abbasın qızıyam. Deməli, bunlar burada qalsın. Burada Frənk padşahı var. Frənk padşahı düz nə az, nə çox 4 dəfə Pəri Sultana elçi göndərir. Əslində bunu çox vaxt qarışdırırlar. Yəni 3 dəfə qeyd edirlər, amma düz 4 dəfə deməli Pəri Sultana elçi göndərir. Birinci dəfə elçi göndərəndə Şah Abbas deməli yox deyir. Elçilər geri qayıdır. Elçilər geri qayıdır. Artıq bir neçə gün sonra ikinci dəfə elçi gəlir. Qoşun İsfahanın 4 tərəfini bildirir ki, artıq bürümüşdür. Və elçiliyə də gələn vəzir idi.
Deməli, elçiliyə gələn vəzir idi. Əgər deyir qızı verməsən 40 cavan və bu zaman da ikinci dəfə gələndə artıq Frank padşahı şərtlə göndərmişdi öz vəzirini. Deyir əgər qızı verməsən 40 cavan oğlanla cavan qız gətirmişəm. Onun 40-ı da bir boyda, bir sifətdə, 20-si oğlan, 20-si qızdır. Onlara əl vurmadan bir-birindən ayırmalısan. Yoxsa torpağını at torbasında daşınacaq. Şah Abbas artıq burada təşvişə düşür, vəzirindən, vəkilindən məsləhət alır. Həmçinin biz burada Şah Abbası eyniləşdirə bilərik. Bax, İskəndərnamə poemasında İskəndər obrazı vəzirindən məsləhət alır. Aldanmış Kəvakib povestində də Şah Abbas artıq eşidəndə ki, bunun başına xəta gələcək, o saray əyanlarını yanına çağırıb məsləhət alır onlardan. Vəzir Allahverdi xan. Deməli, vəzir Allahverdi xan bildirir ki, dava etməmiş, qan tökməmiş qızı göndərə bilmərik. Yəni, o artıq qızın belə deyək də, heç nəsiz göndərilməsinə razı olmur. Deyir, namussuz yaşamaqdansa namuslu ölmək daha üstündür. Şah Abbas car çəkdirir ki, bütün İsfahan əhalisi divanxananın qarşısına yığılsın və Əhmədi çağırtdırır. Bax, deməli, daha doğrusu ikinci dəfə şərt veriləndə Şah Abbas Əhmədi özü çağırtdırır. Əhvalatı isə Əhmədə vəzir Allahverdi xan danışır. Deməli, Əhmədin Şah Abbas çağırtdırır, amma əhvalatı Əhmədə vəzir Allahverdi xan danışdırır. Aha, Əhmədin sualı cavablamaq üçün Əhməd də xanın qarşısına şərt qoyur. Yəni, padşahın qarşısına şərt qoyur. Deyir ki, qızım Pəri xanımı mənə verəcəksən. Deməli, ikinci dəfə elçiliyin qarşısında Əhmədin qoyduğu şərt nədir? Həmçinin suala cavab tapmağın qarşısında Əhmədin qoyduğu şərt nədir? Qızın Pəri Sultanı mənə verəcəksən. Şah Abbasın artıq başqa çarəsi yox idi. Ona görə razı olur və Əhmədə faxır libası geyindirirlər, məclis qurulur, Pəri xanımın şərbətini içirirlər. Bundan sonra Əhməd deyir ki, həmin cavabları da Frank padşahının vəzirini də qonaq çağırsınlar. Yəni, həmin cavanları da Frank padşahının vəzirini də qonaq çağırsınlar, mən onları bir-birindən ayırım. Və Əhməd burada bildirir ki, əl suyunu özüm tökəcəyim. Və bu olan hadisə artıq burada onun qızın şərbətini içirirlər. Əhməd zindanbanla zindana qayıdır. Və hadisələr artıq səhəri gün davam edir. Səhəri gün gəlib suyu hazır eləyir. Deməli, Əhməd bu cavabı isti su metodu ilə tapır. Yəni, qızları və oğlanları deyir ki, mən bu suyu tökəcəyəm. Kimin əlini incitsə, belə deyək də çəkilir. Qızların əlinə su tökəndə artıq qızlar əllərini çəkirlər. Qızlar keçir Frank padşahının vəziri tərəfə. Oğlanların əlinə su dəyəndə isə artıq oğlan olduqları üçün də belə deyək, abırlarından öz əllərini çəkmirlər. Oğlanları da yığır Allahverdi xan tərəfə. Və burada qeyd olunur ki, artıq Əhməd sualın cavabını tapır və qonaqlar da çörəklərini yeyib geri qayıdırlar. Və bundan sonra Şah Abbas yenə Əhməddən yuxusunu soruşur. Əhməd də deyir ki, mən köhnə Əhmədəm, öz yolumla gedirəm, nə bilirsən elə elə. Əhmədi Şah Abbas qəşəngcə döydürür, nişan paltarla əlinə verib zindana göndərir. Və burada artıq bundan sonra Frank padşahı öz oğlunu burada təsəlli eləyir. Deyir ki, fikir eləmə, bu dəfə elə bir şey göndərərəm ki, tapan olmaz. Övladını təsəlli edən valideyn obrazın biz Vaqif dramında, deməli, Vaqif də Əli bəyi təsəlli eləyir. Həmçinin orada Vaqif Əli bəyin Xuramanı öldürməsinə izin vermir. Onun belə deyək də zindana salınanda da Vaqif Əli bəylə orada ikisi bir salınmışdı zindana. Orada Əli bəyə təsəllilər verir. Və artıq 3-cü dəfə Frank padşahı öz dilindən kağız yazdırır, 3 at da vəzirinə verib İsfahan şəhərinə göndərir. Vəzir də gəlir Şah Abbasın yanına. Məktubu, deməli, Şah Abbas orada deyir ki, məktubu Allahverdi xan oxusun. Şah Abbasın da əmri ilə məktubu Allahverdi xan oxuyur. Deməli, yazılmışdı ki, məktubda, ey Şah Abbas, bu məktub sənə çatan kimi qızın Pəri Sultanı kəcavəyə qoy, 7 ilin bac xəracı və cehizləri ilə oğluma göndər. Ya da 3 atın hamısı da bir boyda, bir buxundadır. Bunun biri 1 yaşar, 2 yaşar və 3 yaşardır. Əgər tapmasan, davamız davadır. Üstünə o qədər qoşun töküm ki, göydə ulduzların sayı olsun, amma qoşunun sayı olmasın.
Deməli, üçüncü dəfə artıq yenə elçi gələndə biz görürük ki, burada atları göndərmişdilər. Şah 3 gündən sonra cavab verəcəyini deyir. Həmçinin burada İlyasın nağılında da padşaha at göndərmişdilər. Orada da İlyas padşaha hamı atı tərifləsə də İlyas artıq padşaha at haqqında məlumatları vermişdi. Bax biz bunu da görə bilərik. Deməli şah 3 gündən sonra cavab verəcəklərini deyir. Şah Abbas yenə məclisə üst tutur. Firəng padşahının da vəzirinə xəbər göndərir ki, atları tapmasaq davamız davadır. Həmçinin orada bir ifadə keçir. Sizə verən Allah bizə də verər ifadəsi bu Şah Abbasa məxsusdur. Bu dəfə Əhməddən kömək almağı vəzir Allahverdi xan deyir. Deməli, ikinci dəfə elçi gələndə Şah Abbas özü çağırır Əhmədi, əhvalatı vəzir Allahverdi xan danışır. Bu dəfə isə kömək almağı Əhməd bildirir xana. Əhmədin şərti nə olur? Əhmədin də şərti olur ki, Pəri xanımla kəbinimi kəsdirin. Əhməd tərəfdən vəzir Allahverdi xan, Pəri Sultan tərəfdən də Şah Abbas olur və onların kəbinləri kəsilir. Aldanmış Kəvakib povestində də Şah Abbas öz xanımları ilə nicahını pozub yenidən kəbin kəsdirir. Və orada hətta ikisi onunla təzədən nicaha girməyə razı olmur. Və bunun səhəri günü onlar artıq meydana yığışmalıydılar. Əhməd bir qab süd, bir qab arpa, biraz da yonca istəmişdi. Əhmədin istədiklərini meydana fərraşlar gətirir. Əhməd birinci südü, ikinci yoncanı, üçüncü də arpanı qoymuşdu. 1 yaşar at südü, 2 yaşar at yoncanı, 3 yaşar at da arpanı yeyir. Bundan sonra deməli artıq qonaqlar görür ki, Əhməd sualın cavabını düzgün tapır. Onlar yenə kör peşman çıxıb gedirlər. Şah Abbas Əhmədi falaqqaya bağlayıb, döydürüb zindana aparırlar. Və bu hadisələrdən sonra 10 gün Firəng padşahı öz qoşununa istirahət verir. Artıq nəhayət 4-cü, yəni sonuncu dəfə Firəng padşahı vəzirə 3 alma, bir də kağız verib Şah Abbasın yanına göndərir. Şah Abbasa göndərir. Məktubu isə bax, deməli burada bildirilir ki, vəzirə 3 alma, bir kağız verib Şah Abbasa göndərir. Məktubu isə Şah Abbasa elçi çatdırır. Deməli, məktubda nə yazılmışdı? Məktubda yazılmışdı ki, əgər qızı göndərməsələr, almaların sirrini tapmalı idilər. Yəni qızı göndərməsələr yenə dava olunacaqdı. Almaların sirrini də tapmasalar qızı götürüb gedəcəkdilər. İsfahan xalqı yenə 3 gün ərzində fikirləşir, 3 gün cavab tapa bilmir. Şah Abbas artıq Allahverdi xana dərd yanır. Deyir ki, mənim torpağımda bir şəxs tapılmayıb, qalmayıb ki, bunun sirrini tapsın. Bu dəfə də Allahverdi xan deyir ki, yenə bir nəfər var. Artıq bu ikinci dəfə idi ki, Əhmədi məsləhət görürdü. Deyir, Əhmədi çağıraq. Şah Abbas da deyir ki, artıq mən bilirəm, Əhməd toy istəyəcək. Mən də dərzi şagirdi ilə qohum olmaq mənə yaraşmaz. Mən bunu istəmirəm. Padşahlar içində rüsvay olaram. Rüsvay olmaqdan qorxurdu. Allahverdi xan da Əhməd haqqında orada fikirlərini bildirir. Deyir, Əhməd kimi qoçaq, ağıllı oğlanla qohumluq adama baş əksikliyi yox, əksinə baş ucalığı gətirər. Şah Abbas da biraz fikirləşir və deyir ki, düz deyirsən. Əhməd istəməsə də mən qızımı Əhmədə verəcəyim. Və vəzir bu dəfə isə Allahverdi xan zindanbana deyir ki, Əhmədi gətir və bu dəfə də əhvalatı Əhmədə Şah Abbas çatdırır. Deyir ki, bəs arvadını Firəng padşahı istəyir. Əhməd də deyir ki, mən bu sualı taparam, amma qarşılığında Pəri Sultanla mənim toyumu eləyəcəksən. Əhməd də deməli toy istəyir. Bütün İsfahanda 40 gün, 40 gecə toy eləyirlər. Həmçinin biz İlyasın nağılında da 40 gün, 40 gecə toy olunduğunu görürük. Artıq 41-ci gün Şah Abbas hər ikisini bir-birinə tapşırır. Səhəri gün, toyun səhəri günü Əhməd Cəlalla meydana gəlir. Və burada Əhməd haqqında bildirilir ki, Əhməd bu cür sirlər açmağı 5 barmağı kimi bilirdi. Əhməd 3 qab su istəyir və almaları bir-bir suya atır. Çox batan alma bu ilki, batıb çıxan birdir ki, üzdə qalan alma isə inişilki almadır. Artıq Əhməd bu sualların cavabını tapır. Firəng padşahının qoşunları çıxıb gedirlər. Əhmədlə Pəri Sultan öz imarətlərində oturmuşdular bir gün. Və bir gün deməli Şah Abbas Pəri Sultana qonaq gedir. Və bir çox otaqlardan keçir, gəlir düz Pəri Sultan deməli
xüsusi istirahət otağına çatır. İçəri girəndə görür ki, Əhməd uzanıb, Pəri Sultan da başını qoyub başının üstündə oturub. Bunlar Şah Abbası görürlər, həya eləyib tez yerlərindən qalxırlar. Pəri Sultan qaçıb pərdənin arxasında gizlənir. Əhməd də buna gülür. Biz bunu başqa hansı əsərdə görürük? Deməli, Anamın kitabı tragikomediyasında orada Zəhrabəyim öz oğlanları ilə danışanda Zəhrabəyim Teymurun gəldiyini görür və abır həya eləyib orada üzünü örtür. Belə deyək də Teymurdan gizlənir. Və Şah Abbas da Pəri Sultanı pərdənin arxasından çıxarıb hər iki övladının üzündən öpür və deyir ki, niyə Pəri Sultan qaçıb gizləndi? Əhvalatı bilmək istəyir də. Əhməd də bu zaman yuxusunu açıb deyir. Deyir o yuxunu ki, mən görmüşəm. İndi deyir, istədiyim oldu da artıq bu yuxunu deyə bilərəm. Mən deyir, gördüm ki, bir ay mənim başımın üstündə doğdu. Bir qara bulud da gəlib onu aldı əlimdən. Deməli, indi həmin yuxu zahir oldu. Pəri xanım, aydır, sən də buludsan. Deməli, Şah Abbas da Əhmədin ağlına əhsən deyir və belə deyək də, nağıl ənənəvi sonluqla yekunlaşır. Və biz nağılı burada eyniləşdirsək, İlyasın nağılı və Dərzi şagirdi Əhməd nağılının oxşarlıqlarını deyə bilərik. Deməli, hər ikisi Pişirovla başlayır. Hər ikisində obraza qarşı inamsızlıq var. Və rəy bölməsində qeyd eləyə bilərsiniz ki, başqa hansı əsərlərdə obraza qarşı inamsızlıq var? Bunları rəy bölməsində yazın. Hər iki nağılda bayaq da qeyd elədim, 40 gün 40 gecə toy olur. Baş qəhrəmanlar cəsur, qorxusuz, hazır cavabdır. Hər iki nağılda baş qəhrəmanın ölməsinə mane olan obrazlar var. Həmçinin Aldanmış Kəvakib povestində də biz deyirik ki, obrazın orada obraz, yəni baş qəhrəman deyil, amma obrazın ölümünə qarşı mane olan obrazlar var. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənib rəy yazmağı və paylaşmağı unutmayın ki, daha çox şəxslər faydalansın.